Dövlət İmtahan Mərkəzi 2026-2027-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi elan edilib. DİM-dən reporta verilən məlumata görə proses avqustun 30-dək davam edəcək. İxtisaslaşma seçiminə magistraturaya 15 fevral, 17 may və 14 iyunda keçirilmiş qəbul imtahanlarının, bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılır. Keçirilmiş müsabiqə nəticəsində magistraturaya qəbul olmuş bakalavrların müəyyən olunmuş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi, onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların ixtisaslaşmaların boş qalan yerlərinə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 30 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq ixtisaslaşmaların kodlarını bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsində qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dəq ixtisaslaşma kodunu seçə bilər. Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı Magistr jurnalının 6-cı sayında dərc olunub. Əgər buna oxşar məlumatları almaq istəyirsinizsə, kanala abunə olun. Məlumatı uyğun olan insanlara göndərməyinizi xahiş edirik.